Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. إن الله وملائكته يصلون على النبي. Hamınıza Allahın salamı, rəhməti, bərəkəti olsun. Hamınızın da Allah namazını qəbul eləsin. Adətimiz belədir ki, hər çərşənbə axşamı bir hədisi şərh edirik. Lakin baxıb görürəm ki, bizim sayımız elə də çox deyil ki, bizim yüksəkdən danışmağımıza və ya mikrofona ehtiyac duyulsun. Qadınların yerində də təmir işləri aparılır. Qardaşlardan xahişim budur ki, minbərin yanında cəm olsunlar, biz də hədis şərh etməyə başlayaq. Ya Allah, buyurun. Keçən məclisdə sizə danışdım və həmçinin rəvayət oxudum ki, İslam dini təkidlə bizə bir-birimizə hörmətlə yanaşmağımızı, bir-birimizin halını nəzərə almağımızı tapşırıb. Çox təəssüflər olsun ki, belə bir hal bizim dövrümüzdə nadir hala çevrilib. Biz bir-birimizə etina ilə yanaşmalıyıq, hal və durumumuzu nəzərə almalıyıq. Sizə Peyğəmbərimiz sallallahu aleyhi və aleyhdən bir hədis oxumaq istəyirəm. Həzrət buyurur ki, Allah mənə dini vacibləri əmr etdiyi kimi, insanlara qarşı diqqətli olmağı da əmr etdi.